Gedir mahnını da oxuyur. Mənim adımı da silir oradan, sözlərində dəyişir. Sonra belələri də var. Bax, belələri də var. Məsələn, mən buradan üst tuturam, Şəbnəm xanım mənim ay etibarsız mahnımı Tovuzlu mu? Oxuyubdur. Üçüncü gün qonağımdır. Oxuyubdur. Amma şəxsən onu oxumağa ola bilər, məndən inciyə bilər, mən sözümü deyirəm. Mən xoşuma gəlmir onu oxumaq. Sözlərini əvvəla düz oxumur. Musiqini düz oxumur. İcazə alıbmı sizdən? İfaçılığı. Sonra Zeynəb xanım oxuyubdur. Nəfəs yox, o birisi nədir? Vəfa. Şərifov oxuyubdur. Yəni mənim xətrimə deyən odur ki, Pünhan gün radda TikTokda görürəm etibarsız mahnısı. Axı bu sənin yemin deyil. Hərə öz səsinə uyğun mahnı seçsə daha gözəl olur. İfaçılıq tamam başqa şeydir. Müğənni ayrı şeydir. İfaçılıq tamam, bəstəkarlıq ayrı şeydir. Bunlar tamam başqa şey. İcazə alırlarmı sizdən bu ad çəkdiniz? Vəfa Şərifova, Şəbnəm Tovuzlu, Zeynəb Həsəni, Pünhan Piriyev. Şəbnəm, sən bir kəlmə mənə deyə bilib, yox, məni tanımırsan sən. Ki, mən sənin oxuyursan... Tanıyırlar, hər birisi tanıyır, eləmi? Necə tanımır? Toylarda olmuşuq bir yerdə. Sən mənim mahnımı oxuyursan, niyə mənim adımı çəkmirsən? Niyə o şairin adını çəkmirsən? Niyə biz Ələkbər Tağıyevin mahnısını oxuyaq, onun adını çəkməyək? Onun yazan sözlərinin adını çəkməyək? Ya Məmməd Bağırın mahnısı olsun, oxunsun onun adı, niyə çəkilməsin? Nə var burada, nə xainlik var ki? Onu çəkməli. Burada deyirəm ki, Yusuf müəllim, mahnını düzgün oxu. Nəyi səhv oxuyublar? Mahnının sözünü düz oxu. Biz komandadan xahiş edirəm, gəlin o mahnılardan qısa bir fraqment dinləyək. Mən də bilim, söhbət hansı mahnılardan Nazlı Nigarım üzr istəyirəm, oxuyub. O belədir, məndən küsüb Nazlı Nigarım danışmayır. Etibarsız halımı bir an soruşmam. Amma hamısı oxuyur ki, məndən küsüb Nazlı Nigarım danışmayır, barışmayır. Əvvəlcə danışmır da, bu küsübdür. Bax, mən belə oxumamışam. Ritmi dəyişib, janrı dəyişib. Axı o, indi ona qayıdarım. Bu Vəfanı, bunu da bəyənmədiniz. Xeyr. Bəyənməmişsiniz. Şəbnəm Tovuzun hansı mahnısını oxuyub? Bu da oxuyub etibarsız. O da bunu oxuyub, Şəbnəm Tovuzu da bunu oxuyub. Nəyi bəyənmədiniz? Bilirsən, müğənni həm şair olmalıdır, əgər bəstəkar olmalıdır. Söz ən birinci musiqinin sözüdür, özəyi, canı sözdür. Elə köhnə bəstəkarlar güya ki, estrada ritmində götürüb Lüboy sözü yaza bilməzdi ki, onun orada oturuşu var. Sözlərin mahnıya oturuşu var, dəyəri var. Mən durum estradına, aya etibarsın, bu düz gələn söz deyil axı. O asla mahnıdır, söz orada elə bir söz deyir ki, həyat firavandır. Onun mən sözünü dəyişdim. Əsl sözü həyat qudurğandır. Həyat qudurğandır, sən səvəfasın. Biz o vaxt zamanda elə çox yardıq. Bəli. Həyat qudurğandır. Qudurğandır. Yəni həyat çox qudurğandır. Gəlin bir dənə Şəbnəmin də ifasına qulaq asaq, zəhmət deyilsə. Bu da çox milli saz ab. Bunu niyə bəyənmədiniz? Nəsə, indi... O yavaş mahnı idi. Ritm yavaşlıqdan söhbət getmir. Yavaş idi, o ağlaşma idi. Bilirsən, musiqiyə oturmaq var. Musiqiyə oturmaq. Oturmaq nədir? İndi iki ifaçılar var, üz üstürəm. Məsələn, gitara çalan olsun. İfa eləyir, amma musiqiyə oturmur.